Hintleri okudum ey şehirli ey vatan oğlu. Okudum ey şehirli ey vatan oğlu. Aya soruştuğun ey sual bilmedim hayır güzeli. Okudum şiirini ay vatan oğlu. Bu Azərbaycan müharibəsində İsmixana Bəhmən Vətənoğlu bu cəngə müharibəyə münasib bir şiir yazır. İsmixan belə oxuyur. İndi o açıqlanmayıb ki, Bəhmən nə yazmışdı buna. İndi bəlkə də dostlarda var, başqa aşıqlarda, şairlərdə vardı, o məndə yoxdur. Varağı çevirir arxasına cavab yazır Bəhmənə ki, oxudum şeirini ay vətənoğlu. Soruşduğun sual bir mənimkidir. Dünya xalqlarını gözü önündə dağlıq talanan el mənimkidir. Göysə yada qaldı, yandı Qarabağ. Sinəmin üstündə mindi yara. Bax, Kəlbəzər düzülür, ağlara bax, bağları kəsilər yox. Mənimki Ustadım Aşxanlar dedi ki, o bıyınısız qoçun qısası bıyınızda qalmasın. Necə deyirsə, elə odur oldu. Alim, dostu kadar
Behdi qara gəlmədi. Nə də qonça qismət oldu. Qara gəlməyədi. Niyə gəlmədi, sana gəlmədi. Sen Bizim ellisən, şirin dillisən, ince bellisən, dağlar manalı, cezmaralı, qadam mana alim, qadam mana alim, qadam mana alim, aderdina alim. Usta Şəhbazı, sen benim kardeşimsən. Burada nəsə indi hem özümüz üçün oturmuşuq, hem de məhəlləm kişinin kızının surət axşamı idi. Sənin də qədəmlərin bura mübarək oldu, gönül boşluq oldu dostlar üçün. Allah mübarək eləsin. Elə çalıb oxuyurduq, ürəyimizdən keçdi, səhərdə toyun var, səni nə bilim yuxundan eləyib, yuxundan uvadıb gətirmişik. Buradasan, özü böyük gənc idi, belə. Tapxıntıdır, səni biz burada yerə tapdıq.